Gözəl bir ayı geridə qoyduq. Həqiqətən bu mənada böyük bir itkimiz var. Əziz Peyğəmbərimizin bir sözü var idi bu aydan sonra. Deyərdi, Allahümmə la təcəlhu axirəl əhdi min siyaminə iyyah. Ya Rabbəl aləm, bu Ramazan ayını axırıncı Ramazan ayımız qərar vermə. Peyğəmbər belə dua edərdi. فَإِنْ جَعَلْتَهُ فَجَعَلْنِ مَرْحُومًا وَلَا تَجَعَلْنِ مَحْرُومًا. İşte birdən axırıncı Ramazanım olsa, məni məhrumlardan eləmə. Məni mərhumlardan elə. Yəni, İlahi və Rəbbim, işte birdən mən ölsəm gələn Ramazan ayına qalmasam, bu Ramazanın feyzi ilə, rəhməti ilə mənim əhatəyə al. Məni məhrum eləmə onun rəhmətindən, bərəkətindən. Bu ay əlimizdən çıxdı. Həqiqətən sözün əsl mənasında itirdik. Yəni o günlər ki, bir ayə, bir Quran-ı Kərim idi, yuxumuz ibadət idi, bir nəfəsimiz Subhanallah idi. Elə bir ay ki, şeytan zəncirlənmişdi, əl-qolum, belə bir vəziyyət idi. Amma getdi. Mən o ayın, Ramazan ayının fəziləti üçün bir dənə hədis deyim sizə. Bunu ilə hesab kitab eləyin ki, bu ay nə ayıdır. Məsumlar belə buyurur, Əyyuhənnas, ey insanlar, İnnə hazə şəhr, bu ay, şəhrun fəddəlallahu alə sair şuhur, bütün aylardan üstündür, bu bir. Sonra deyir, kəfəzlina əhləl beyt, əhlil beyt ələ sairin nəsi. Necə biz əhli beytdən, biz əhli beyt sizdən üstünük? Bizimlə sizin müqayisəmiz necədir? Sən hara, mən hara, oğlar hara. Nə qədər farq var? Deyir, digər aylar da Ramazan ayına nisbətdə o cürmədir. Başa düşdünüz fərqi? Bütün 11 ay hara, o bir ay hara. Bu ayın, bu günün adı fitirdir yerdə. Amma mənəvi səmalarda yevməl caizədir, mükafat günüdür. Bu ay hamımız gəlmişsiniz mükafat götürməyə. Mükafatları almağa gəlmişsiniz, elə bilin ayın axırıdır maaş alırsınız. Bax, indi mükafat paylanılır. Nəzərə alın ki, indiki haluza da baxırlar, ha? Müğayət olun. İndi istiğfarlar eləyin, şeytanı buraxmıyor. Şeytan çox məlundur. Böyük işləri görər. İndi də gəlib. İndi də ala bilərsiniz rəhmət. İndi də qapılar açıqdır. Mələklər deyər ki, Uğdu ilə Rabbin kərim yu'til cəzil və yəğfirul əzim. Tələsün, bugün üçün deyilir. Tələsün, hara tələsün? Buyurur, böyük mükafatlar üçün tələsün. Tələsün, bugün böyük günahlar bağışlanır. İndi həm böyük günahlar bağışlanır, həm böyük mükafatlar verilir. Əsas məsələ budur, qazandığımızı qoruyaq heç olmasa. Ramazan ayında nələr verdilər bizə bir Allah bilir. Onun qədir gecələri var idi ya, əvəz olunmaz gecələri. O ki, göz yaşlarının müqabilində Allah bizə nələr verir özü bilir. Nə mən bilirəm də sən. Qazandıqlarımızı qorumaq lazımdır. Qorumaq çox mühümdür. Quran-ı Kərimdə bir ayə var, həmən ayədə Allah bir qadının əhvalatını danışır. Həmən qadının əhvalatı bir məsələ çevrilmişdir ərəblərdə. O qadın neyniyərmiş, gün ortayacan bir toxuyarmış parçanı, bir nəysə, paltarı tutaq ki. Gün ortadan sonra açarmış. Toxuyardı, açardı, toxuyardı, açardı. Ayəyə baxın, ayə budur. Və la təkunu kəlləti nəqəzət qəzləha min bə'di quvvətin ənkasən. O qadın kimi olmayın ha. Toxuyurdu, sonra açırdı. Yəni, o əhdlər ki, Allahla bağlamısınız, o xidmətlər ki, etmişsiniz, o ibadətlər ki, eləmişsiniz, sanki bir gözəl, bir paltar toxumusunuz. Da Ramazan ayından sonra açmayın ha. Xarab eləməyin ha. Qazanmışsınız. Qazandıqlarınızı qoruyun. Müğayət olağın, çox müğayət olağın. Neyniyək? İmanımızı, qazandığımız imanı qoruyaq. Necə qoruyaq? İman bir bitkiyə bənzəyir, bir ağaca bənzəyir, gülə bənzəyir. Gülün, ağacın, bitkinin bir bağbana ehtiyacı var. Həmən ağac nəzərə alaq, həmən iman ağacı diqqət istəyir, nəzarət istəyir və xidmət istəyir.
Ağaca suyunu vaxtında verməlisən, budamalısan, qurtlardan qorumalısan, dibini belləməlisən. Yoxsa əks təqdirdə həmən ağac quruyar. Bu iman ağacı ki əkdik bu Qədir gecələrində, Ramazan ayında, bunu qoruyağın. Suyunu vaxtında verəyin, vaxtında dibini belləyək, qurtlardan qoruyaq. Çox mühümdür, çox diqqətli olağın. Çalışağın, diqqətlə yaşayağın həyatımızı ki, sonra peşman olmayaq. İmanı qorumaq çətindir. Niyə çətindir? Çünki içimiz istəklərlə doludur. Toqquşuma gedir. O qədər istəklər var ki, toqquşur. Hərə bir şey istəyir. Bax, istəklərin toqquşmasından bir dənə misal çəkeyim. Açsan, yuxusuzsan, hansını seçərsən? İstəklərin toqquşmasıdır. Həm açsan, həm susuz, həm yuxusuzsan. Neyi seçərsən? Adam var yuxunu seçər, adam var yox, acam, yeməyim. Hansı çox qələbə çalır, özün bilirsən. İstəklərin toqquşmasıdır. Ya misal başqa çəkim sizə. Dostlarla istirahət yoxsa idman. Adam var idman olsun o qədər maraqlıdır, getdi yer çayxanaya. Adam da idman olsun maraqlıdır, o istək. Oyun oynamaq, kitab oxumaq. İkisi də istəkdir. Kitabda oxumaq istəyən məlumatdır. Uşaqların da oyunda oynamaq istəyir, toqquşub. Qırğın gedir. Gətirdim mövzulu mənəvi məsələlərə. Sübhə qalxıb Allahla danışmaq, yoxsa isti yatağında yatmaq. Özdə qış. Məsələn, nəzərə al. İki dənə istək toqquşub. Fikir verirsiniz. Hərdən sual verirsiniz. Niyə bildiklərimizi əməl eləyə bilmirik? Çünki istəklərimiz toqquşur. Bildiklərimizi niyə əməl eləmirik? İstəklərimiz toqquşur da. Nəfs bir şey istər, sən bir şey istəyirsən. Əql bir şey istəyir, toqquşma gedir. İndi iman o qədər güclü olmalıdır ki, hə? Ramazanda yığmışsınız da onu maşallah. İndi yaxşıdır, rahatdır. Bax, indi ibadətlərə nisbət süs deyilsiniz. Özünüz müşahidə edirsiniz. Güclənə bax iman. İstəklərə ziddinə gedə bilirsiniz. Mən neçə nəfərlə oldu ki, söhbətim oldu. Dedim, mən bu Ramazanda gecə namazını inədim, adət elədim. Adi vaxt məsələn biraz çətin idi. Dedim, mən gecə namazını inədim, adət elədim. Çünki iman gücləndi, daha yuxuya qələbə çala bildin. İndi bunu qorumalısan. Məsələ budur. Yoxsa istəklər yenə gecə, elə bilməyim qutardı. İstəklər toqquşmasında kim kimdir özünü tanıya bilər. Bax, səni çox tərif eləyəcəklər, mənə çox tərif edəcəklər. Yol deyirəm sizə, istəklərinizə baxın, toqquşanda hansıdır? Allahdır yoxsa nə? Və orada biləcəksən. Bir nəfər deyir ki, bir dənə dostuma dedim ki, zarafatla deyir, qayıtdım ona ki, inanırsan bir yuxuya 22 saat yatdım. Başımı qoydum o qədər yorğun, bir də ayıldım 22 saat yatmışam. Deyir, o ilk sualı bu oldu. 22 saatda heç yeməmdim. Həmən sualı ikinci dostuma verdim. 22 saat başımı qoydum, elə yatdım. Onun sualı bu oldu. Bəs 22 saatda namaz qılmadım. İkisini tanıdım. İkisini tanıdım. Onun zikri fikri yeməkdir. O fikirləşir ki, 22 saat yatıb bu yemək yeməyib. Bunun zikri fikri ibadətdir. 22 saat yatıb namaz qılmayıb bu. Sübh qılmamsa ondasa. Adamı sualları ilə tanı. Olur ya, gelirsən səfərə ya. Səfərdən qaydanda yığışırlar başva. Baxın, suallarına baxın, nə verirlər. Yeməklər necədir oranın? Yemək çox maraqlandırır. Yemək, getdi birinci yeməyə. Biri sual verir, filan məsələ necədir orada? İndi filan məsələnin içində bütün suallar. Nərə sual verir, onu salın orada, hə? Getdi. Biri soruşur, məsələn, oranın mədəniyyəti, o xalqın psixologiyası. Suallar sənin istəklərindən xəbər verir. İstəklər də qüdrətli olanda sən imanın zəifləyir, yıxılırsan. İman güclü olanda qələbə səndədir. Qələbə səndədir. İman yolu gücləndi, qələbə səndədir. Adam da var ki, yox, Allahla o qədər bağlanıb və aşiqdir ki, onun təhərdi zikri Allah. Hara gedib Allah axtarır. Hara gedər Allah axtarar. İlahi rəng axtarır. Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Onun bir irfanı mənası var da, o şərabdan söhbət eləmirlər, o birisindən.
Mənəvi şərabdan, mərifətdən söhbət edirlər. Əhl-i beytə məhəbbətdən, Allaha olan eşqdən söhbət edirlər. Biz xərabət əhliyik. Xərabət biz sonra deyirlər, aşiqlərin, ariflərin yığışdığı yer xərabətdir. Biz xərabət əhliyik. Meyxanələrdən çıxmışıq. Mey, eşq, məhəbbət, əhl-i beytə məhəbbət. Biz oradan çıxmışıq. Badələr nuş etmişik. Peymanələrdən çıxmışıq. Biz mərifət şərabı, biz məhəbbət şərabını içmişik. Ona görə məstdik. Ona görə məstdik. Necə o birisi şərabın bir dənə xüsusiyyəti var. Bəzi adamlar niyə şərab içər? Unutmaq istəyir də nələrsə. İndi olan fikir odur. Amma Allaha olan məhəbbət elə bir məhəbbətdir ki, böyük çətinliyi də unutdura bilir səni. Səni bu mənada məst edir. O mənada insan Allaha yaxınlaşır. Birdən mənə sual verirsiniz, necə qoruyaq? Bax, bu imanı necə qoruyaq? Mən sizə, siz praktiki, bunlara qulaq asın, əziz izləyicilər. Praktiki 3-4 din əməl deyəcəm, imanı qorumaq üçün. Edəyin inşallah, sübutdan da deyirəm sizə. İman necə qorunur? İlk öncə bunu deyim sizə, imanı qorumaq üçün ən mühüm məsələlərdən biri imanı artırmaqdır. İmanınızı artırın, elə qoruyacaqsınız da. Sən imanını artır get-gedə, dayandırma. Elmdə qoruyacaqsan. Onun üçün elə qorumaq da var. Dayanmayın, imanınızı artırın. Bir hala gəlib çatar insan ki, imanını artıran. Orada deyirlər, bir zövq var ki, heç yanda o zövqü duya bilmərsən. İman artandan sonra. Başqa bir ləzzət var. Bir artmağın yolu nədir? Quran deyir, İzə tuliyyət aleyhim ayatuhu zadəthum imanən. Quran tilavət edin, Quranı oxuyun və düşünün. Quranı oxuyub düşünmək insanın imanını artırar. Bir yol. Ayə dedim sizə, sübut olaraq. Bir yolu budur. Quranı bax, başladınız, Ramazanda oxuyurdunuz da, düzdür. Şükür Allaha Ramazanda oxuyurdunuz. Neyiniyin? Davam edin. Bismillah. Dayandırmır. Çünki o ayələr insandan danışır. Hərdən insan ki, məyus halında oturur, ay Allah, neyniyəcəm? Görsən, ayə oxuyursan, وَلَا تَقَنَتُوا مِنْ رَحْمَةِ اللّٰهِ. Bu qədər məyus olmuyor. Allah insanla danışır. Niyə məyussuz? Hərdən insan, belə deyə də tükənir, bilmir neynəsin. Allah deyir, اِنَّ اللّٰهَ مَعَ الصَّابِرِينَ. Mən səndənəm, sıxılma. Mən səndənəm, sıxılma. Narahat olmayın, Allahın qaydaları var. Oradakı tükəndin, Allah neynir? Allah deyir, mən səndənəm, həll olacaq. Allah qaydalar qoyur. Oradakı hər yerdə qapılar bağlandı, o sizə bir müjdədir ki, Allah açmaq istəyir. Ləhu məqalidus səmavat, açarlar ondadır ya. Bütün topu açar ondadır. Hidayət açarı, mənəviyyat açarı, dünyanın açarı, hamısı ondadır. Narahat olmayın. Hər yerdən qapı bağlansa da belə, orada çox neynəməyin, belə məyus olmayın. Tükəndüz bilin ki, köməyə gələcək. Biri gəldi, bunu deyim, bir dəfə demişdim, bu tərəfini izah verməmişəm bəlkə də. Biri gəldi, Məsuma sual verdi ki, balamı itirmişəm. Dedi, inşallah tapılar. Getdi, fırlandı, gəldi bir neçə gündən sonra, dedi, tapa bilmədim, ama itirmişəm. Dedi, inşallah narahat olma, taparsan. Getdi, 3-cü dəfə gəldi, dedi, ağa, balamı itirmişəm, tükənmişəm. Daha bacarmıram. Ağa dedi, get evdədir. Getdi, gördü evdədir. Qayıtdı, gəldi, dedi, sən hardan bildin? Mən bundan belə başa düşdüm ki, onlar imamı o qədər də yaxşı tanımayıblar. Sən hardan bildin, bilmirsən hardan bildin, misal. O da ona uyğun cavab verdi. Dedi, bir dənə hədis var, oradan bildim. Dedi, nə? Dedi, Peyğəmbər özü deyib ki, haçan ki, ində finais səbir, səbir tükəndi, yətil fərəc, fərəc gələr. Allahın köməyi istisnasızdır. Tükəndin, köməyi gələr. Amma doğrudan tükən, ha, yalandan özü tükənməyi, tükənən kimi göstərmir. Olur, biraz xəstə olur adam, üzünü elə aparır, belə ki, ölür də. Heç nə olmuyor, bu o qədər də deyil. Biraz başını ağrıyır, bildiyi də Allah kömək olsun. Da belə yıxıla belə. Ona tükənmək demirlər, o yalancılıqdır. Onu bir-birimizə eləyərik, birbirimizi də aldada bilərik. Amma Allah'a aldatma olmur. Allah görür ki, doğrudan ruhun o gündədir, yoxsa elə belə eləyirsən, doğrudan tükənəndə kömək gələr. Narahat olmayın. Birinci məsələ budur, imanın artması üçün Quran-ı Kərimdən möhkəm yapışın. Bu bir. 2. Haçan ki çətinliklər gəldi, bəlalarla üzləşdiniz, aramlığınızı, müvazinətinizi itirməyin.
böhranlı zamanlarda o aramlığınızı qoruyub saxlayın. Böhranlı vəziyyətdə. Nə olacaq? Allah aramlığına görə sənə nə verəcək? İmanı artıracaq. Ayə baxın, ikinci ayə. Huvəllazi ənzələhus-səkinə fi qulubil mu'minin liyazdadu imanan ma'a imanihim. Qəlblərinə səkinə, aramlıq nazil oldu və bunun nəticəsi nə oldu? İmanları artdı. İman üstünə gəldi. Bu iki. Ona görə neymətdir, əziz qardaşlar, biz bir-birimizə neymətik. Səbirli, təmkinli olsaq biri digərimizə nisbət, aram olsaq, müvazinətimizi itirməsə imanımız artar. Rabbi şirəhli sədri də budur. Qəlbimi geniş eləyən nə? Allah mən qəlbimi geniş elə ki, mən neynəmiyim? Tez büdürəmiyim, tez yıxılmayım. Hər xırda məsələyə neynəmiyim? Üzülməyim. Aramlığınızı qorusunuz çətinliklərdə, Allah imanınızı artırar. Bu da iki praktik ayələr deyirəm də sizə. Həyatda tətbiq eləyin, inşallah yoxlayın, görürsünüz ki, belədir yoxsa yox. Üçüncü məsələ. Amma üçüncü məsələ nədir? İman artırmaq üçün salih əməllər icra eləyin. Salih əməllər. Yaxşı əməllər. Dayandırmayın. Daha mənə bəsdir, kifayət edir, hərdən olur, mən eləmişəm, söz eləyin. Görsən, belə danışdamlar olur da, mən elədim, söz gedin eləyin. Yox, sən heç eləməmsən. Ölənə qədər xidmət eləməlisən. Hədisdə var ki, buyurur, mən qəssərə fil əməli ubtuliyə bilhəmmi. Əgər bir insan boynuna düşən vəzifəni icra etməkdə süslük edərsə, qəlbinə qəm çökər. Deyə bildiyim maraqlı hədisdir, əziz qardaşlarım, dəyərli bacılarım. Maraqlı hədis deyirəm sizə. Hədis budur. Boynuma bir vəzifə düşüb. Məsələn, görürsən ki, bir nəfərlə ünsiyyəti pozulub. Sən gəlib onu izah edə bilərsən, bu sənin vəzifəndir. Mənə neymə lazım? O vəzifə veriləməsən qəlbimdə kədər yaranacaq. Deyə bildim? Hərdən sıxılmışıq, özümüz deyir ki, bu niyə sıxılıram? O vəzifələrimizi icra eləyə bilmirik deyənə sıxılırıq. Qəm elə belə gəlməz. Hüzün elə belə gəlməz. Boynumuza düşənləri icra etmədiyimiz təqdirdə qəlbimiz hüzündən, belə hüzünlərlə dolacaq. Vəzifən nədir? Bilirsən, icra elədi onu. Etmirsən, onu atır boynuna, bunun boynuna atır. Allah nə olur? Çəkir nəzərin, qəm qəlbivə dolur. Ona görə çalış neylə, öz boynuna düşənləri elə. Və demə da mənə bəsdir. Və edəndən sonra demə da mən çox eləmişəm, mən üstünəm başqasına. Hədisdə var, la tuhaddisni nəfsikə ennəkə fovqa əhəd. Heç vaxt demə özvə ki, mən buradakilardan üstünəm, indi izləyənlərdən üstünəm, yox demə. Da mən bu qədər xidmət eləmişəm, yox, elə deyil. Vallahi hərdən bir nəfər elə bir dənə xırda əməl eləyir ki, Allah qatında elə ucalar, bilməm nə ixlas qatı bura, nə rəng qatı bura, nə inləyib, nə inəməyib, mən bunu həyatımda müşahidə eləmişəm. Heç bir sözünə də bir dənə bir söz deyim, baxın, hərdən o ümid eləmədiyimiz əməllər var, ona deyir, heç də verməzlər. Bilirsiniz nə qədər orada lütf, rəhmət, mərhəmət və feyz var? O deyir, sizə buna nə verərlər? Sən deyirsən, güvənirsən, gecə namazına verərlər də, durmuşsan, gecə vaxtı namaz qılmırsan. Amma ondan çox bir dənə əməl eləmirsən, çox xırda bir şeydir, belə də özün baxırsan, buna görə verərlər bu qədər. O qədər kiçilib əməl gözündə, Allahın gözündə böyüyüb. Allahın bir dənə qaydası var, əməllərin kiçildiyi Allah gözündə böyüyür. Bu qaydadır. Digər məsələ, insan neynəsə, dördüncü, sonuncu. Neynəsə imanı artar. 4 da budur. Xanımlı kişilə eşidin və bilin. Düşünmək. Fikirləşmək. Düşünmək böyük neymətdir. Allah əlimizdən almasın. Və özümün çox sevdiyi bir neymətlərdəndir. Şəxsən özüm deyirəm. Mən hərdən məsələn kitab bağlayıram, başlayıram düşünməyə, oturmağa, fikirləşməyə. Hərdən olurdu, bir yer var burada indi yaxınlıqda. Orada bir park var, mən orada gedirdim, özüm üçün gezirəm, düşünürəm, biraz ondan fikirləşirəm, Qurana da baxılır, necə bunun problemi var, müşkülü var. Dedim, narahat olmayın da, işiniz yoxdur mənlə, mən hər şey yaxşıdır qaydasında da, elə bir dərd deyəm. Düşünmək, adam bir açıq havada deyana düşünə, bu yaradılış haqqında, varlıq aləmi haqqında, Allahın adları haqqında.
Ümumiyyətlə Allahın işləri haqqında düşünün. Gör Allah nə işlər görür. Heç adam inanmadığı hadisələr baş verir həyatda. Heç inanmazsan bu baş verir, amma baş verir. Ağlımın ucundan keçməzdim. Allah neynir? Allah zəif eləyir əziz. Yalancı qüdrətini eləyir zəlil. Allah nə işlər görür bu aləmdə mən bilmirəm, ilahi. Sən doğrudan bizi təəccüb elətdirirsən bu aləmindən. Oturun, vurun, çıxın. Bir insan bir gündə hara qalxdı? Bir insan bir gündə hara düşdü? Bir vaxt var idi, Bələm-i Baura, adı var, tarixdə adı deyilib. Dua eləyirdi, müstəcəbud dəva idi. Dua eləyirdi, gəlirdi buna deyir, dua elə. Duanı eləyirdi, hacət qəbul olurdu. Xəstəsi olan gəlib, yəni sən dua elə, dua eləyirdi, qəbul olurdu. Bir müddətdən sonra Allah deyir, üzr istəyirəm. Dedi, o it kimidir. Hardan ara? Quranda deyir, it kimidir. Düşdü o həddə. Düşünün, fikirləşin. Nələr əlimdən çıxdı, nələr var idi, kimdə necə oldu, kimdə necə oldu. Bunlar haqqında çox düşünün. Ayə deyim sizə, əl-ləzinə yəzkurunəllah qiyamən və quuda. Bəndələrim var bəzi vaxtlar ayaq üstə, bəzi vaxtlar oturanda. Və alə cunubihim, uzananda. İnsan üç dənə halı var da, ya oturur, ya qalxır, ya uzanır. Yəni hər halda. Dördüncü hal nə olacaq ki, oturursan, ayaq üstəsən, uzanmırsan. Üç halın üçündə də. Neynir? Allah xatırlayır. Yətəfəkkərunu fi xəlqis səmavati vəl-ərdi. Yerin göyün yaradılışı haqqını düşünür. Sonra nə deyir? Deyir, Rabbena ma xalaqda haza batila. Boş yaratmamısan bu aləmi. Fəqina əzabənnar. Bu cəhənnəm odunu ilə bizdən uzaq elə. Bizdən uzaq elə. Əbazərin ən böyük ibadətlərindən biri bilirsiniz nə idi? Əbazər. Hədisdə var ki, iki dənə böyük xüsusiyyəti vardı. Məsum onu tərifliydi. Əbazərin iki dənə mühüm xüsusiyyəti var idi. Nə idi? Əbazər çox ibadət eləyirdi. İki dənə xüsusiyyəti var idi. Ət-təfəkkur vəl-i'tibar. Biri düşünmək idi, biri də ibrət almaq idi. Həm düşünürdü, həm ibrət alırdı. Nəticə çıxardırdı. 4 dənə sizə əməl edin. İmanı qorumaq da onun içindədir, artırmaq da onun içindədir. 1. Quran tilavət eləmək. 2. Salih əməllər icra eləmək. 3. Çətinliklər gələndə aramlığınızı, müvazinətinizi itirməyin. 4. Düşünmək. Amma Ramazan ayı hər halda yenə də əlimizdən getdi. O iftarımız, imsaklarımız, münacatlarımız, coşan kəbir duası, əl-Qos, əl-Qos, xəllisna minən-nar. Ya Aliyyu, ya Azimu. O böyük neymət əlimizdən çıxdı, amma istəmirəm çox qəmlənək. Allahdan arzum budur ki, Allah gələn Ramazanı yaşamağı bizə nəsib eləsin. Biz gördük ki, keçən illər var idi, amma bu il yox idilər. Və hətta keçən illər bəzi insanlar oruç tuta bilir, indi var idi, tuta bilmədilər. Xəstəlik imkan vermədi. İndi gələn Ramazana da biz bilmirik necə olacaq, hansı vəziyyətdə olacaq. Ona görə neyək? Allaha istəyək gecə gündüz ya Rəbbəl aləmin, gələn ildə bizə Ramazan ayını nəsib elə. Bir də mən sizə bir söz deyim, bu da son sözüm olsun. Ramazan ayında oruç tutanda özünüzü elə aparmayasınız ki, heç vaxt ki, yorulmusunuz. Bəziləri Ramazan ayının 23-dən sonra qədir qutardı ya, 3-cü qədir. Elə bir yorulmuşdu. Baxırsan, xütbələrə 23-cü çox baxırdılar, bir misaldır, amma özüm qardaşlar mənə deyir. Elə biraz süsləşmə geyir. Allah sizi bizi o halda gələk görməsin, bunu gələn il üçün deyirəm. Allah görsək ya, biz adam var, sahil bir dənə qutarsın. Gəlsin, qutar. Yiyib içməyən bir şey vardı. Yiyib içməyən bir şey var. Bundan həmişə yoxdur ki. Bunu gələn il üçün deyirəm. Heç vaxt süsləşməyək. Ramazandan yorğun görsənməyək. Mənə acılıq bir tərəl, bu sözlər eləməyək. Yoxsa əlimizdən çıxar gələn Ramazan.
ümid edirəm inşallah diqqətli olarıq gələn Ramazan aylarında. Allahumma inna nes'aluke ve ned'uk bismikal azizil a'zam el ecellil ekrem.